Mən Pərviz Kəzimov yüksəliş müsabiqəsində baş ekspert olmuşam. Hal-hazırda Dövlət İmtahan Mərkəzində şöbə müdiri vəzifəsində çalışıram. Biz qiymətləndirmə apararkən daha asan ölçülə bilən meyarları götürürük. Amma iş prosesinin effektivliyi səriştələrlə müəyyən olunur. İnsanlar bir-birilə necə ünsiyyət qurur, komandada bir-birinə necə dəstək verir, o bildiklərini və bacarıqlarını insanların vizyonuna, gələcəyə baxışına necə əks elətdirir, bunlarla müəyyən olunur. Yüksəliş müsabiqəsi də Azərbaycanda ilk dəfə olaraq bu amillərin ölçülə bilən olduğunu nümayiş elətdirdi bütün cəmiyyətə. Yüksəliş müsabiqəsində mən iştirak edəndən sonra, təbii ki, müvafiq olaraq ekspert kimi o təlimlərdən keçdikdən sonra və onları real həyatda tətbiq etdikdən sonra mən gördüm ki, insan davranışlarını real indikatorlara bölmək olur. İnsanların inkişafına çox spesifik şəkildə, konkret şəkildə töhfə vermək olur və bu mənim qazandığım bir peşəkar olaraq ən önəmli əldə etdiyim qazanımlardan biridir. Mən Azərbaycanın insan kapitalı, idarəetmə potensialı barədə yeni məlumatlar əldə elədim və mənim üçün çox xoş oldu. Və mən orada parlaq gəncləri gördüm və gördüm ki, mənim gözləmədiyim qədər böyük potensiallı insanlar var Azərbaycanda əslində. Onların davranışlarından da biz çox şey öyrənirdik. Potensial idarəçi kimi və yüksəliş müsabiqəsi həm Azərbaycanda spesifik olaraq insan resurslarının idarə olunması mədəniyyətinin inkişafına, eyni zamanda insan kapitalının inkişafına çox önəmli təkan veribdir.